İzləyicimiz soruşur ki, nə istifadə eləyək ki, qaraciyərimizdəki yağlar ərisin və bu suala həmin bu video ilə cavab vermək istərdim. Belə ki, günümüzün tibbində hər nə qədər irəliyə getsək də, təəssüf ki, qaraciyər yağlanmasını əridən hər hansı bir standart dərman müalicəsi yoxdur. Təbii ki, bu mövzuda araşdırmalar gedir, amma bugün icazə verilmiş belə bir preparat yoxdur və burada böyük iş məhz öz üstümüzə düşür. İndi sizə bir neçə punkt sadalayacağım ki, məhz o punktlar sayəsində qaraciyər yağlanmasını böyük ölçüdə geri döndürə bilərik. Belə ki, əvvəla qidalanma birinci növbədə. Qaraciyər yağlanması qidalanmaya bağlı olaraq günümüzdə artdığı kimi qidalanmanı tənzimləyərək də bu prosesi müəyyən qədər yaxşılaşdıra bilərik. Belə ki, tez bədənimizdə sovrulan hazır qidalar və yaxud da hazır şəkərlər əvəzinə, əksinə qida rasionumuzda meyvə tərəvəzi, meyvədən də çox tərəvəzi, uzun gec bağırsaqlar tərəfindən həzm olunan lifli qidaların miqdarını artırarsaq və həmçinin də faydalı yağlardan istifadə eləyərsək, bu bizim uzun müddətdə qaraciyərimizə edəcəyimiz yaxşılıq olar. Həmçinin də gec saatlarda yemək yeməməyə diqqət göstərmək və günün gec saatlarında yüksək fruktozalı meyvələrdən uzaq durmaq məsləhətdir. İkincisi, çəki atmaq. Belə ki, hazırda sahib olduğunuz çəkinin 10% və daha çoxunu atsanız belə qaraciyər yağlanmasına qarşı böyük bir addım atmış olursunuz. Məsələn, 70 kiloqramsızsa və 10% bunun 7 kiloqram eləyirsə, 7 kiloqram və daha çoxunu atarsanızsa, bu prosesi böyük ölçüdə geri döndərə bilirik. Amma burada məsələ odur ki, birdən-birə çəki atmamaq. Çünki qısa müddət ərzində çox çəki atarsak, bu yo-yo effekti dediyimiz bir effekt sayəsində gələcəkdə həmin atılmış çəkinin daha çox şəkildə bəzən geri alınması ilə nəticələnə bilər. Belə ki, qısa müddətdə çox kilo atarsak, bədənimiz bunu bir problem kimi görür və bütün rezervlərini tez zamanda bitirməməsi üçün ekstra rezerv toplayır özünə, yəni ekstra depo yaradır ki, bu da yenidən kökəlməyimizə səbəb olur. Bunun əvəzinə uzun müddətli bir arıqlama planlamaq daha faydalıdır. Təbii ki, burada qidalanma ilə yanaşı hərəkətin də böyük rolu var. Mən sizə gedin hər hansı bir sport zalda ürəyiniz yerindən çıxana qədər idman eləyin deməyəcəm. Bunun əvəzində, məsələn, gündəlik yürüyüşlər təşkil etmək, hər gün 20 dəqiqə, yarım saat ya da həftədə 4-5 dəfə bu yürüyüşləri təşkil etmək özü belə uzun vədədə sizin bədəninizə edəcəyiniz çox möhtəşəm yatırımlardan biridir. Həmçinin də qaraciyər yağlanmasına qarşı edə biləcəyimiz effektiv üsullardan da biridir. Və dördüncü punktumuz, əgər siz qəbul edirsinizsə, spirtli içkiləri mümkün qədər azaltmaq və mümkündürsə əgər dayandırmaq. Çünki nəinki qaraciyər yağlanması, spirtli içki həmçinin də bizim bədənimizdə, beynimizdən tutun da dırnağımıza qədər hər yerdə öz mənfi təsirini göstərir. Lakin bununla bitmir. Yanaşı olaraq həkim nəzarəti altında qaraciyər yağlanmasını artıran xəstəliklərimiz, metabolik yaxud da endokrin vəzlərlə bağlı olan problemlərimizin də paralel olaraq müalicəsi çox önəmlidir. Çünki bəzən hər şey yolunda etsək belə, bəzi xəstəliklər özləri belə qaraciyərimizin yağlanmasına gətirib çıxara bilir. Və bununla yanaşı olaraq da həkim nəzarəti altında bəzi dərman preparatları ki, hansı ki, onlar qaraciyər yağlanmasına səbəb ola bilər, bunları əgər sizin ehtiyacınız yoxdursa, dərman listinizdən çıxartdırmaq və yaxud da başqası ilə əvəz etmək lazımdır. Və son olaraq, əgər belə bir qida maddəsi varmı ki, qaraciyər yağlanmasına yaxşı təsir göstərər, bu haqda deyə bilərəm ki, kofe, qəhvə çox yaxşı təsir edir əslində, araşdırmalar göstərir. Belə ki, səhərlər oyanıb özünüzə gəldikdən sonra təmiz qəhvə dənələrindən hazırlanmış bir kofe içmək sizin qaraciyəriniz üçün çox faydalıdır. Amma burada sözü gedən 3-ü birində ya da 2-si birində, içində isə qəhvədən əsər əlamət olmayan paçkalardakilardan yox və yaxud da Jacobs ya da hər hansısa bir başqa firmanın toz şəklində olan qəhvələrindən söhbət getmir. Təbii dənəni ya alırsınız, üyüdürsünüz, süzürsünüz elə, yaxud da təbii dənəni üyüdülmüş formada da satılır, yaxud o cür heç böyük bir kafe aparatına ehtiyacınız yoxdur. Stəkana töküb, məsələn, üstünə qaynar su əlavə edib, biraz gözlədikdən sonra o qəhvə çöküntüsü çökər dibə və artıq qalan, üstə çıxan su isə artıq qəhvə qarışığı olan bir sudur ki, bu da çox faydalıdır. Bunu da içə bilərsiniz, minimum əlinizdə heç nə olmasa belə. Sonda unutmamaq
lazımdır ki, qaraciyər yağlanması bir yerə qədər geri döndürülə bilən bir problemdir. Buna görə də artıq birazcıq qarnınız çıxıbsa, artıq yağlanma varsa, birazcıq kökəldiyinizi hiss edirsinizsə, tövsiyə edərdim ki, rutin qaraciyər analizləri və həmçinin də sonografiya dediyimiz UZI müayinəsinə bir dəfə yoxlanın və qaraciyərinin yağlılığının olub-olmadığını təyin edin özünüz üçün həkim nəzarəti altında. Əgər varsa bu dediyim punktlardan istifadə edin. Əmin olun ki, uzun müddətdir bu dediklərimi etsəniz qaraciyərinizə çox gözəl bir yatırım etmiş olarsınız. Amma unutmayaq ki, qaraciyər yağlanması əgər çox dərinə gedibsə, çox irəliləyibsə, bir yerdən sonra geri döndürülə bilmir. Bugün istər hansı dərman preparatı gəlirsə gəlsin, təəssüf ki, bu prosesi geri döndərə bilmir irəliləmiş durumda. Buna görə də vaxtında öz sağlamlığınızın qeydinə qalın ki, iş işdən keçəndə artıq peşman olmayasınız.